Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala əşrafil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və ala alihi və sahbihi və mən təbiyyəhum bi ihsanin ilə yevmiddin əmə ba'd. Deməli, qardaşlar, Uca Allahın müvəffəqiyyəti ilə biz firqələr və parçalanmalar haqqında danışdıq və buna giriş olaraq götürdük. Dedik ki, kitabın adı nədir? Firqələr və parçalanmalara giriş. Və ikinci məsələ odur ki, ət-təhziru minət-təfərruq. Parçalanmadan çəkindirmək. Parçalanmanın qadağan olunması. Dində olan parçalanma böyük bir xəstəlikdir və təhlükədir. Böyük bir təhlükədir həmçinin. Və bu parçalanmalara görə o ümmət bir cəsəd olmağı neynir? Bir cəsəd olmaq şuurunu itirir. Bir məqsədi, bir himməni, bir amalı neynir? İtirir. Və nəticədə nə olur? Hər tayfə, hər dəstə, hər qövm öz təkliyində elə bir ki, öz yolunu tutub gedir. Və bu da gətirir, ümmətin parçalanmasına gətirib çıxarır. Ümmətin o birliyinin itməsinə gətirib çıxarır. Və bunun ardınca artıq digər bəlalar, müsibətlər də bundan sonra gəlir. Düşmənçiliklər və s. və s. və s. Amma biz baxanda bizim dinimizə, İslam dinində parçalanmaya yox, əksinə cəmaat olmağa, bir olmağa təşviq var. Parçalanmağın isə qadağan olunması var. Deməli nədir? İslam dinini Allah Azza və Cəllə bizə əmr eləyib, yaradan Allahdır və Allah Azza və Cəllə istəsəydi, bizi bu yolda sərbəst buraxardı, parçalanmaya da icazə verərdi. Amma Allah Azza və Cəllə şəri istəyi ilə müsəlmanların parçalanmasını istəmir. Əksinə, onların cəmaat olmasını istəyir. Bir olmağını istəyir. Bir toplum olmağını istəyir. Bu məsələ haqqında, yəni birliyə çağırmaq haqqında, parçalanmadan çəkindirmək haqqında Quran-ı Kərimdə bir çox ayələr var. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində bir çox hədislər var. Bunların hamısını biz qeyd eləsək, burada deyir, məsələ genişlənər. Ona görə onlardan bəzilərini zikr etməklə mən deyir, kifayətlənəcəm. Əvvələ nususun minəl Qur'anil Kərim. Birinci, Quran-ı Kərimdən olan naslar, dəlillər. O ayələrdən biri odur ki, Allah Azza və Cəllə buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənuttəqullaha haqqa tuqatihi və lə təmutunna illə və entum muslimun. Ey iman gətirənlər, Allahdan haqqı ilə qorxun. Allaha qarşı haqqı ilə təqvalı olun və ancaq müsəlman olduğunuz halda ölün. Növbəti ayədə وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Hamılıqla Allahın ipindən yapışın və parçalanmayın. Deməli, bu ayələr Əli İmran surəsi 102-ci və 103-cü ayələrdir. Bax, bu ayələrə biz baxanda görürük ki, burada Allah Azza və Cəllə mömin qullarını Allahın möhkəm ipindən yapışmağı bizlərə buyurur. Hansı ki, həmən bu ip onları Allahın dininə, Allahın kitabına bağlayır. Yəni, burada ip deyəndə onları Allahla, Allahın dini ilə, Allahın haqqı ilə bağlayan bir bağdan gedir söhbət. Və Allah Azza və Cəllə bundan tutunmağı bizlərə əmr eləyir. Hansı ki, bu səbəbdir ki, müsəlmanlar, möminlər bir olsun. Cəmaat olsun. Fərqli yollara getməsinlər. Amma Allahın o bir ipindən yapışmasalar, nə olacaq? Həmən o parçalanma baş verəcək. Ona görə də Allah Azza və Cəllə Allahın ipindən yapışıb cəmaat olmağa və hətta ölənə qədər bu yoldan ayrılmayıb parçalanmamağa dəvət edir. Və eyni zamanda Allah Azza və Cəllə burada buyurur ki, təqvalı olmağa çağırır. Və təqvalı olmağın tələb etdiyi odur ki, onlar bir olsunlar. Və Allahın dinindən yapışsınlar və parçalanmasınlar. Yəni Allah Azza və Cəllə əvvəlki ayədə təqvalı olmağa çağırdı. Və təqvalı olmaq gətirib çıxarır onları bir olmağa. Deməli, parçalanmaq da nədir? Təqvanın əksidir. Və Allah Azza və Cəllə biz digər ayələrdə görürük ki,
ta əvvəlkilərdən axırlara kimi bütün insanlara təqvalı olmağa əmr edir. Və bu təqva nə edir? Birliyə, cəmaat olmağa çağırır. İmam Əbu Cəfər Ət-Tabari rahimehullah deyir ki, Allah azza və cəllə burada Allahın dinindən tutunmağı bizlərə əmr edir. Hansı ki Allahın əhdidir, Allahın kitabıdır və insanların, yəni möminlərin sözlərinin bir cəmaat üzərində, bir haqq üzərində birləşməyin deyir, əmr edir. Və bu da Allahın əmrlərinə təslim olmaqla olur. Deyək ki, bir divara dırmanan bir adam var, qayaya və s. alpinistləri düşün. Bir var, sadəcə əllərindən, ayaqlarından tutunur. O qorxur ki, hər an ayağım sürüşər, yıxıla bilərəm, düzdür? Bir də var ki, yuxarıdan möhkəm, sağlam bir ip asılıb yuxarıdan. Və o ip ona bağlanıb. Artıq o bir növ nə edir? Özünü güvəndə hiss edir ki, hətta mən, yəni ayağım sürüşsə, yıxılsam belə, bu ipdən tutunub özümü qoruyacam. Və Allah azza və cəllə də öz ipindən tutunmağı əmr eləyir. Və bu ipdən tutunmaq da, yəni bu Allah azza və cəllənin kitabıdır, Allah azza və cəllənin əhdidir və bu səni qorxulacaq şeylərdən qoruyur. Azmaqdır, həlak olmaqdır, parçalanmaqdır. Bunlardan sən neysən? Qorunursan. Ona görə deyir, bax, burada cəmaat olmağa əslində nə var? Əmir var. وَاعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِعًا deyir. Hamılıqla Allahın ipindən tutunun. Və bu eyni zamanda nədir? Əksinin də qadağan olunmasıdır. Yəni parçalanmayın. Ona görə də deyir ki, وَلَا تَفَرَّقُوا və parçalanmayın. Hətta وَلَا تَفَرَّقُوا deməsə belə, əmir əksinin qadağan olunmasını gərəkdirir. Düzdür? Deyir ki, hamılıqla Allahın ipindən yapışın. Bu o deməkdir ki, yəni parçalanmayın. Amma Allah azza və cəllə ikisini də buyurur. Deyir, Allahın ipi ilə hamılıqla yapışın. Sonra deyir, وَلَا تَفَرَّقُوا və parçalanmayın. Əmr eləyir və əksini də qadağan eləyir.